22 fevral tarixində Güvən nəşrlərinin keçirdiyi sınağın tarix suallarının izahına baxırıq. Birinci sualda Hülakülər dövlətindən fərqli olaraq Şirvanşahlar dövlətini soruşur bizdə. Qızıl Ordu hücumuna qarşı mübarizə aparma sərgisinə aiddir. Cəlalilər tərəfindən astala salınan Şirvanşahlardır. Azərbaycan cənub torpaqlarında Şirvanşahlar yaranmayıbdır. Xarəzmşah Cəlaləddin yürüşünə isə Şirvanşahlar məruz qalıb. Cavab 2-4 A variantıdır. Xəritə sualda uyğunluq istəyir bizdən. İngiltərə, Fransa və Almaniyanın 30 illik müharibəyə qoşulmaması bu İngiltərəyə aiddir. A variantı. Baş Ştatlar adlanan məclis Fransada idi. Thomas Münsterin başçılıq etdiyi kənd hərəkatı Almaniyadadır. 19-cu yüzilliyə qədər dağınıq halda qalan yenə Almaniyadır. Tüdorlar sülaləsinin hökmranlıq etməsi İngiltərəyə aiddir. Doğru cavabımız bizim olacaq C variantı. Daha əvvəl baş vermişdi. Qaraqoyunlu Cahanşahın Herata daxil olması 1458, Amasya sülh müqaviləsi 1555, Qızılbaşların Şəməs döyüşünə məğlubiyyətə uğraması 1494, Şirvanşahlar dövlətinin varlığına son qoyulması 1538, Azərbaycanda Cəlalilərin hakimiyyətinin başa çatması isə 1410. Ən əvvəl olan hadisə E variantıdır. İngiltərədə qalxan pulu adlı xüsusi vergi yığılırdı. Həmin ödənişin hesabına kral hərbi xidmətə muzlu cəngavərlər cəlb eləyirdi. Söhbət 12-ci əsrdə 2-ci Henrixin vaxtından gedir. Burada doğru cavabımız olacaqdır. Kralın baron qoşunlarından asıllığından azaldılması. 13-cü əsrin 20-ci illərində Gürcü çarı ilə Eldəniz hökmdarı arasındakı ittifaqın yaradılmasından məqsədi Monqol hücumlarından qorunmaq idi. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edirik. Kresi döyüşü, Poitiers döyüşü və Azincourt döyüşü. Deməli, bu 100 illik müharibənin gedişində olan döyüşlərdir. Ekrana sığmadığından dolayı direkt cavab verəcəm. İngilis qoşunları qələbə qazandı, hər üçündə qələbə qazanıbdı. Fransanın şimalını ingilislər tərəfindən Thomas Azincourt'a aiddir. 40-cı illərdə baş verən Kresi döyüşüdür. Fransız kralı həsr düşdü Poitiersdə. 100 illik müharibə dövrünə aiddir, yenə hər ikisinə aiddir. Deməli, A ilə E ortaya gedəcəkdir. Burada bizim doğru cavabımız olacaqdır. 36-cı sualda cavab B variantı. Həsən bəy Bayandurun Qaraqoyunlu hökmdarı Həsən Əliyə qalib gəlməsi və yeni bir dövlətin yaradılmasını söhbət gedir burada. Və Uzun Həsənin Qaraqoyunlu hökmdarı Cahanşahlı ümumi xüsusiyyətini istəyir bizdən. Osmanlı qoşunları üzərində qələbə qazanması ola bilməz. Niyə? Çünki Ağqoyunlular Osmanlılarla mübarizə aparsa da Qaraqoyunlular mübarizə aparmayıbdır. Yeni dövlətin yaradılması Cahanşaha aid deyil, Qara Yusifə aiddir. Səfəvlərə qarşı Şirvanşahlarla müttəfiq münasibətinin saxlanması biz belki Cahanşahın dövründə deməli, burada Cahanşahın dövründə Səfəvilərə qarşı mübarizə aparılsa da, amma Uzun Həsən dövründə Səfəvilərlə müharibə yox idi. Bayandurluğun əslinə mənsub olması bu Ağqoyunlara aiddir, Qaraqoyunlara aid deyil. Teymuri Əbu Səidlə isə mübarizə aparması hər ikisinin ortaq xüsusiyyətidir. Mərənd müqaviləsinin pozulması nəticələndə Osmanlı hərbi qüvvələrinin Kürdlərlə birlikdə Xoya hücum etməsi bu ikinci Səfəvi Osmanlı müharibəsinə aiddir. Ordubad əhalisinin Osmanlılara qarşı üsyan qaldırılması 1604 birinci müharibə dövründə olub. Osmanlı dövlətinə daxil çəkişmələrdən istifadə edən 1-ci Şah Abbas hərbi əməliyyatlara başladı. Bəli, 2-ci Osmanlının ölümü ilə artıq yeni müharibə başlayır. Doğru cavabımız C variantı. Tarixi proseslərin məntiq ardıcılığı Ərzincanda Qızılbaşların müşavirəsi 1500-cü ildədir və burada ilk zərbəni Fərrux Yasara vurulması nəzərdə tutulurdu. Burada deməli 2-yə B gedəcək. Cavan döyüşünün baş verilməsi 1500-cü ildə və burada Səfəvi qoşunları qələbə çaldı. Yəni Şirvanşahlar məğlub oldu. Doğru cavabımız 1-ə B, 2-yə 4-ə D gedən D variantıdır. Qızıl Ordunun parçalanması nəticəsində meydana gələn dövlətlər Qazan xanlığı, deməli Noqay ordusu, Həştərxan xanlığı, Krım xanlığı, cavab 3-4 A variantı. Azərbaycan intibah mədəniyyəti deyir 11-12-ci əsr və bu dövrə aid memarlıq abidəsi. Tiyan 14-cü əsrdə olmaz. Məsud Davudovun ucaltdığı Qız qalası isə 12-ci əsrə aid intibah memarlıq abidəmizə sayılır. Cavab B variantı. Deməli, Əsəd döyüşündən sonra Qaraqoyunlular Almabulağı döyüşündən sonra isə Səfəvilərin ortaq xüsusiyyətini istəyir bizdə. Osmanlılara qarşı müharibəyə başlamışdılar desək yanlışdır. Təbrizdə yeni dövlətin əsasının qoyulması 1503-cü ildən sonra dövlət qurulmamışdı. 1501-ci ildə qurulmuşdu. Ona görə B variantı da çaşdırıcı sual olsa da yəni cavabımız deyil. Amma hər ikisi Ərəb İraqını ələ keçirmişdir. Doğru cavabımız 42-də C variantıdır. 43-cü sualda xəritədə rəqəmlə işarələnmiş şəhərdə 13-cü yüzillikdə üsyanların baş verməsinin səbəbini istəyir. Deməli, şəhərlərimiz Naxçıvan şəhəri 1-dir,
2 Gəncə şəhəri, 3 isə Təbriz şəhəridir və burada üsyanın baş vermə səbəbi deməli Cəlaleddinin təyin etdiyi canişinə qarşı, onun özbaşınalığına qarşı mübarizə idi. O, Eradan əvvəl 2-ci əsrin 20-ci illərində Romada senatın və eramızın 17-ci əsrin 40-cı illərində İngiltərədə parlamentin qəbul etdiyi qərarların nəticəsində ola bilər. Respublika ola bilməz. Çünki respublika quruluşu 509-dan vardı. Çəpərləmələr deyək ki, İngiltərəyə aid olan ifadədir. Şəhərlərin öz idarə hüququ yoxdur. Torpaqların kəndlərin mülkiyyətinə çevrilməməsi doğru cavabımız D variantı. Son Tunç ilk dəmir dövründə Azərbaycan tayfalarının qədim şərq ölkələri ilə ticarət əlaqələrini sübut edən Asur padşahının, yəni Adad-Narinin adı yazıldığı Monconun Xocalıdan tapılmasıdır. Mərzban ibn Məhəmməd və Uzun Həsənin ortaq xüsusiyyəti hesabları hökmdar hər ikisi qanunnamə hazırlanmışdı. Azərbaycana vahid dövlət bunlara aid deyil, mərkəzləşmiş dövlət yaratmamışdılar. Hər ikisi Şərqi Gürcüstana yürüş etmişdi. Cavab 1, 4, B variantı. 17-ci yüzilliyin birinci yarısında İngiltərə burjuaziyasının narazı salan məsələlər nə idi? Deməli, hökumətin ayrı-ayrı şəxsə insan hüququnu satması biri budur. Proteksionizm siyasətinə aidiyyəti yoxdur. Siyah qaydalarını pozanlardan isə cərimələrin alınması. Cavab 1, 3, B variantı. Klaster tamamlayırıq. 48-ci sualda teokratik xüsusiyyəti ilə seçilirdi. Söhbət Şirvanşahlar Səfəvilər dövlətindən gedir. Əmir Əl-Ümarə şahdan sonra dövlətdə ikinci yox, üçüncü şəxs sayılırdı. Deməli, burada çıxdıq. Vəqifçilər əmlakın idarə edilməsi Kələntərin səlahiyyətinə deyil, bunda çıxdıq. Şahın dini və dünyəvi işlərdə tam hüquqlu vəkil müavini hesab olunurdu. Mülki işlər və maliyyə işlərinin vəzir başçılıq edirdi, doğru ifadədir. Şahın yanında məşğuliyyətçi orqan olan Ali Məclis fəaliyyət göstərirdi. Burada doğru cavabımız olacaqdı E variantı. Xəzər xaqanlığının Bizans dövlətindən oxşar və Frank dövlətindən fərqli xüsusiyyətini istəyir. Saks tayfalarına qarşı mübarizə belə bir şey yoxdur. Səlcuqlarla mübarizə aparması, deməli, Xəzər xaqanlığının Səlcuqlarla mübarizəsini çıxdı. Klassik feodalizm dövrünü süqut etməsi erkən orta əsrlərdə süqut etmişdilər. Peçeniklara qarşı mübarizə isə bunların deməli fərqli xüsusiyyətlərdir. Cavab D variantı 49-cu sualdır. 50-ci sual. Erin əvvəl 8-ci əsrin ikinci yarısı və Erin əvvəl 7-ci əsrin ortalarında Manna dövlətində Kimmer-Skitsak tayfalarının məskunlaşması ola bilməz. Bu 7-ci əsrə aiddir. Sarqonla müttəfiq münasibətlərin pozulması 7-ci əsrdə Sarqon yox idi. Mərkəzi hakimiyyətə qarşı üsyanların baş verməsi, deməli bizim doğru cavabımız burada olacaqdır. C variantı 719 Eradan əvvəl və 650-ci il. Deməli bu üsyanları götürə bilərik. 51-ci sual. Venesiyanın təkdili xaççılı ordusu marşrutu dəyişib Konstantinopola hücum edir və orada Latın imperiyasını yaradırlar. 1261-ci ildə isə Latın imperiyası süqut edir və bundan sonra deyir Bizans imperiyası bərpa olunur. Mətndə bəhs olunan tarixi hadisənin nəticəsini istəyir bizdən. Avropada dini müharibələr dayandı. Biz bilirik ki, bu 30 illik müharibədən sonradır. Xaççılar tərəfindən yaradılmış ilk dövlət Qüds dövlətdir. Bunda çıxdıq. Bizansın belə ki, sərib yürüş dövründə ticarət üstünlüyü şimal tələ şəhərlərinin əlinə keçmişdi. Bu ikinci xaç yürüşü deyildi, dördüncü xaç yürüşüdür, ona görə ola bilməz. Doğru cavabımız bizim E variantı. Xaç yürüşlərinin siyasi məqsədləri daha aydın üzə çıxdı. Səbəb nəticə əlaqələrin doğru verildiyi bəndi istəyir bizdən. Dərbəndilər sülaləsinin hakimiyyətə gəlməsi Şirvanşahlar dövlətinin Səlcuqlara, Dərbəndilər hakimiyyətə gələndə Səlcuqlar yox idi. 1382-ci ildə Səlcuqlar yox idi, ona görə biri çıxdı. Şeybani xanın Mərv döyüşünə məğlub olması ilə Şah İsmail bütün hakimiyyətini, öz hakimiyyətini Xorasana yayır. 2 doğru ifadədir. Qazan xanın yerli feodalları himayə etməsi Bəndər Cəlaləddinə qarşı baş verib, Qazan xana qarşı deyil. Əbhər sazişinin imzalanması ilə Venesiya deyil, Ağqoyunlu dövləti 2 yerə bölünmüşdü, ona görə bunda çıxdıq. Qızıl Ordu xanı Canı bəyin Təbrizə daxil olması ilə Hülakülər dövləti süqut eləyibdir. Deməli, bu da doğru ifadədir. 2 ilə 5-i götürsək, doğru cavabımız bizim olacaq B variantı. Şirvanşah 1-ci İbrahim Qara Yusif ilə toqquşmasına gətirib çıxardan amillər istəyir bizdən. Şirvanşah 1-ci İbrahimin öz hakimiyyətini Şərqi Gürcüstana yaymaqla mövqeyini möhkəmləndirməsi doğru ifadədir. Şirvan qoşunlarının Osmanlı hücumuna qarşı belə bir ifadə yoxdur. Şirvan hökmdarının Qaraqoyunlarla mübarizə aparan Sultan Əhmədi müdafiə etməsi, bu da doğru ifadədir. Doğru cavabımız bizim olacaq 1 və 3. Xronji ardıcılıq Vasco da Gama'nın Hindistana dəniz yolunu kəşf etməsi 1498. İngiltərədə ilk dəfə parlamentin çağırması 1265, 30 illik müharibənin başlaması 1639, Papa II. Urbanın Klermoda çıxış etməsi 1095. Deməli, buradan düzəcəyik biz 4, 2, 1, 3.
Sacilər və Qaraqoyunlu dövlət arasındakı ortaq xüsusiyyətlər Ərəb xilafətinə qarşı xərac göndərməyi, dayandırmaları Qaraqoyunlu vaxtında ərəblər yox idi. Azərbaycanın cənub torpaqlarında meydana gəlməsi doğru ifadədir. Şirvanşahlar dövlətini asıla salmaları cavab 2 və 3. 16-cı yüzilin əvvəllərində Səfəvi-Osmanlı müharibəsinin başlamasının səbəbləri Səfəvilərə qarşı qiyam qaldırmış Əl-Qasım Mirzə ola bilməz. Osmanlı sultanının öz sərhədlərini Şərqi Anadoluya qədər yayması, bəli. Muşa qədər olan ərazilər deyildi. Bir də Sultan Səlimin yeni ticarət yollarını nəzərdə götürmək istəyi. Cavab 2 və 4. Rekonkist hərəkatı və reformasiya hərəkatı xristian kilsəsinin qərb və şərq hissələrinə parçalanması çıxdı. İngiltərədə Anglikan kilsəsinin meydana gəlməsi reformasiyanın gedişində idi. B yazdıq 2-yə. Kordoba xilafəti bir sıra əmirliklərə parçalandı. 1-ə. C. Almaniyanın siyasi parçalanması reformasiya hərəkatı nəticəsində daha da genişləndi. D. Granada əmirliyi süqut etdi rekonkist hərəkatı nəticəsində. 1 CE, 2 BD. Bizim situasiya suallarımızda deməli mətndə nə deyilirdi? Tarixi biliklərinizə əsasən Bizans imperatorunun hərbi yürüşlərinin əsas məqsədi qədim Roma imperiyasını bərpa etmək idi. Roma imperiyasının bərpası. 59-cu sualda Oskotlara qarşı mübarizədə deməli hansı ərazi Bizans dövlətinin nəzarətinə keçdi? Bu mübarizə nəticəsində həm Oskot krallığının özü, həm də İspaniyanın cənub-şərq hissəsi Bizansın nəzarətinə keçir. 60-cı sualda isə mənbənin sonundakı tarixi hadisəyə əsasən Justinianın sülh müqaviləsi bağladığı dövlət Sasani imperiyasıdır. Bu da 532-ci ildə.